Bugün qan azlığı, anemiyadır. Qan azlığı birincisi nə ilə bağlıdır? İkinci də xərçəng xəstəliyi ilə hərdən bunu müqayisə edəndə səhv də salırlar. Yəni bunlar arasında olan müqayisə necə olur? O qan azlığı necə olur? Bu qan azlığı necə olur? Hamıya can sağlığı arzulayıram. Çünki ən önəmli bir məsələdir. Halsızlıqdan, biz zəiflikdən, ümumi zəiflikdən danışacağıq. Bəli. Ümumi zəiflik deyəndə bu günləri bizə müraciət edən 9 pasiyentdən, 10 pasiyentdən 9-u deyir, halım yoxdur, halsızam. Deməli, bu insanın özünü gücsüz hiss elədiyi subyektiv bir simptomdur. Amma bu ümumi halsızlıq, zəiflik bəzən bir xəstəliyin bir neçə simptomundan biri, bəzən isə bir xəstəliyin yeganə simptomudur. Onun simptomlarından biri, bəzən isə ağır bir xəstəliyin yeganə simptomudur, bir simptomudur. Bu halsızlıqlar nə zaman olurlar? Bax, halsızlıqlar olur anemiyalarda, qan azlıqlarında. Qan azlığının səbəbi istəyir B12 vitaminin çatmamazlığı olsun, fol çatmamazlığı olsun, dəmir çatmamazlığı olsun. Hər hansı səbəbdən yaranan qan azlığında halsızlıq olur, bir. İkinci, tiroid vəzin xəstəliklərində, hormonal sistemdə, qalxana bənzər vəzin TSH-ın artması ilə gedən tənbəl zob deyilər. Bax, orada qan azlığı olur. Amma orada eyni zamanda, bax, gördünüz nə deyirəm, bir xəstəliyin bəzən bir əlaməti, digər xəstəliyin əlamətlərindən biri. Artıq, yəni, tənbəl zobda halsızlıq sənə müraciət edirsə, orada sən xəstə ilə kontakta girəndə xəstə deyir ki, qəbizliyim olur, yorğunam, istiliyə dözümlüyüm azdır, hərəkət eləyə bilmirəm, ürəyim sanki döyünmür, təzyiqim düşür. Bəzən adrenalin hormonunun düşməsindən yaranan qan azlığı. Bu zaman ürək vurğularının sayı azalır və xəstənin təzyiqi enir, bu insanı halsız edir. İnsan bir yerdən başqa yerə hərəkət eləyə bilmir.